Mən məsələn balaca birini deyərəm, orada var. O qızla atanın dialoqudur. Bəli. Onlar yol keçirlər. Bir çayın üstündən körpüdən keçməli olurlar. Çox kiçikdir bu. 40 saniyəlik bir ata-qız dialoqudur. Çox xoşuma gəlmişdi. Onu mən tərcümə elədim və onu bizim tamaşaçılara və dinləyicilərə təqdim elədim. Mənim də qızım var deyə bəlkə bu da yaxın idi mənim. Allah saxlasın. Və bütün uşaqları, dünyada olan bütün uşaqları Allah saxlasın. Bəlkə o uşaqlara görə Allah dünyanı dağıtmır. Biz böyüklərə görə çoxdan dağıtmışdı. Neysə, deməli, orada belədir. Ata-qız yol gedirlər. Qızlarına deyir ki, körpünün üstündən keçəndə ata ehtiyat edir. Deyir ki, qızım, əlimi tut, keçək. Tut əlimi, keçək. Qız deyir ki, yox ata, sən mənim əlimi tut. Deyir, nə fərqi var ay bala? Deyir, fərqi var ata. Mən sənin əlimi tutsam birdən buraxaram. Amma sən mənim əlimi tutsan, bilirəm ki, heç vaxt buraxmarsan. Məni çox təsirləndirmişdi. Və bunu istədim bölüşüm. Və yaxud da orada, məsələn, telefon var. Bilməm, qulaq asmışsınız onu? Efirdə də var, televiziyada da. O çox məni təsirləndirmişdi. Müəllimə deyir ki, müəllimə yazıları yoxlayır. Uşaqlara indi inşa deyirdik biz o vaxtı. İndi esse deyirlər. Esse də bilirsiniz, fransız sözü olaraq əslində latın sözü opıtı. Michel Montaigne, essenin yaradıcısı odur. Orta əsrlərdə çox möhtəşəm kitabdır, 2 cildlik. Mən hesab edirəm ki, hamının, bir çox adamların, xüsusən jurnalistlərin gərək stolüstü kitabı olsun, kitablarından biri olsun. Deməli, esse deyirlər ona. Esse əslində təcrübə deməkdir. Amma uşaqlara esse yazdırırlar. 7-ci sinifdə uşağın nə təcrübəsi var? İnşa daha düzgündür və s. Yazıdır da, imla, diktant və s. Belə olmalıdır əslində, amma esse qoyublar adını. Hələ uşaq nə təcrübəsi var? İndi nə təcrübə toplayır, onu da yazır da. Onların təcrübəsi böyükdür, görməklə, duyğu ilə. Amma onu sözə çevirmək təcrübəsi hələ zəifdir. Tam lazım. Dünya tarixi bunu söhbət edir də. Ən böyük şairlər başlayıblar 15-16 yaşından sonra yazmağa. Mümkün deyil, yazıçılar həmişə. Neysə, orada biri var, müəllimə yazıları yoxlayır, inşa yazıları yoxlayır və əri görür ki, müəllimə ağlayır. Deyir, niyə ağlayırsan? Təəccüblənir kişi. Deyir, ona görə ağlayıram ki, uşağın biri yazıb ki, mövzu belə idi. Sən nə olmaq istəyirsən? Yazıb ki, mən telefon olmaq istəyirəm. iPhone yaxud Samsung. Deyir, bəs niyə? Elə yazıb. Deyir, yazır ki, çünki evə gəlirəm, atam telefonla oynayır, anam telefonla oynayır. Mənə diqqət ayırmırlar. Belə başa düşürəm ki, onlar telefonu çox sevirlər. Mən istəyirəm, onlar məni də sevsinlər. Amma telefonu çox sevirlər deyə, mən istəyirəm telefon olum. Deyir, yaxşı, burada ağlamalı nə var ki? Yazıb da. Deyir, bunu yazan bizim oğlumuzdur. Çox təsirlidir. Əlbəttə. Onu tez-tez verirlər efirdə. Mən hesab edirəm ki, müasir, necə deyirlər, dərsə gedənlər, dərslə məşğul olanlar, dərsə uşaq göndərənlər bundan ciddi maraqlanmalıdırlar. Telefona, uşaqlarına telefondan daha çox vaxt ayırmalıdır. Tam razıyam və siz indi ata-qız söhbət edərdiniz. Mən də biraz qızımla dostluq edəyəm və hətta onun adını özümə psevdonim götürmüşəm. Hiss elədim mən, Ayan təxəllüsü götürmüşsünüz. Mən düşündüm ki, bu sizin yaxınızla bağlı ola bilər. Ya ana ilə, ya bacı ilə. Qızımla bağlı və onun da bir tarixçəsi var. Təbii ki, bir müddət, 6-7 il biz o rayonda yaşayıb, biz ayrı yaşamışıq ondan. Buna görə biraz... Amma onun 6-7 yaşında belə bir, indi dediyinizə görə gətirirəm, esse yazmışdı. Mən birinci dəfə ona görə şoka düşdüm və çox duyğulandım. Çünki biz hər dəfə məktəbə aparanda, biz yolu keçəndə, orada belə bir yol var, Şüşəli bazarın arxası deyilən yerdə. Orada yəni maşın biraz belə elə dönür ki, vura bilər də. Mən orada həmişə keçəndə ayağını bu tərəfə, yəni yolun bu tərəfinə qoyuram, əlindən tuturam. O da həmişə sual verir ki, sən niyə belə edirsən? Deyirəm ki, maşın yəni mənə vursun, heç olmasa sən solda olma, sağda ol. Və bunu bu hekayə formasında yazıb və bir gün gətirdi, mənə bir göstərdi ki, bax, nəsil hekayəsi. Nəsil nə deməkdir? Və bu o deməkdir ki, o istəyir ki, nəsil davam edəsin. Yəni mən özümü fəda etməklə onu qoruyuram və o özü, yəni sabah o da ana olacaq və onun da övladı olacaq və nəsil. Bu məni çox duyğulandırdı. Bilməm, 7-8 yaşında bir uşağın düşüncəsidir bu. Amma sizə onu da deyim ki, bunu dəfələrini demişəm, bağışlasın yenə də həm tamaşaçılar, həm də siz təkrara görə təkrarlar çox olur.
uşaqlar savadlı deyillər. Bəli. Amma böyüklərdən ağıllıdırlar. Hissiyatları çox güclüdür. Ağıllıdırlar. Bilmənalıdırlar. Bəli. Bəli. Olur, savad olmaya bilər. Amma qəlblə görürlər onlar. Hər şeyə qəlbi ilə baxırlar. Onlar çox ağıllıdırlar. Hətta mən qorxmayıb deyərəm ki, başlayım bir qədər emosionallığa görə onlar müdrikdirlər. Məsələn, onların gözləri elə görür ki, onların qəlbi bir başqa cür görür. Məsələn, mən qızımla dialoqlarım var. Siz söhbət açdınız, mən də birini deyim. Bunu başqa proqramda da demişdim, deyəsən. Deməli, İbrahim Peyğəmbərin hadisəsi var da, bilirsiniz. O ulduza baxır, deyir ki, Allahdır. Günəşə baxır, aya baxır. Sonra deyir ki, yox, bunlar batır, bunlar çəkilir. Batan şey Allah ola bilməz və s. Mən qızım baxırdı işığa, deyirdi ki, ata Allahdır. Aya baxırdı, deyirdi ki, Allahdır. Mən də ona izah edirdim. Və yaxud ulduzlara baxırdı. Yəni, bütün uşaqlar əslində İbrahim Peyğəmbərin yaşadığını yaşayırlar müəyyən vaxta qədər. Sonradan artıq tədris başlayır. Bəli. Hətta mən bununla bağlı bir hədis yadıma düşür. Peyğəmbərin sözüdür, deyir ki, 7 yaşa qədər bütün doğulanlar, bütün uşaqlar, dünyada olan bütün uşaqlar, hamısı müsəlman doğulur. 7 yaşa qədər müsəlman olurlar. Sonradan valideynlərinin həyat tərzi onların dinini müəyyənləşdirir. Hətta bu qədər. 7 yaşa qədər uşaqlar çox ağıllıdırlar. Onlar, məsələn, gedirdik, dəniz qırağına balıq qulağı yığmağa gedirdik, yenə də qızımla. 4 yaşında. Baxdı, maşının pəncərəsindən, deməli, Novxanı sahilləri tərəfə gedirik. Dənizə baxdı, dedi ki, ata bu suyu bura kim tökür? Baxdım mən, çox maraqlı. O kamerada dostumuz kameraman bilər. Geniş bucaqlı obyektiv, ayısı olun. Uşaqların gözü belə görür, biz kimi görmür. Onlar daha geniş görürlər. Ruby glass, birisi də balıq 360 dərəcə görür. Maraqlıdır.